Əgər erməni əskəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpağı. Laçın rayonu Azərbaycanın çox gözəl güşələrindən biridir. Dağ rayonudur. Gözəl təbiəti, gözəl insanları. 60 minə qədər Azərbaycanlı yaşayıb orada. Orada Sultan Bəyin adı çəkildi. Doğrudan da cəsur bir qəhrəman olubdur. Laçınlılar alimlərdirlər, şairlərdirlər, ziyalılardılar. Nə qədər Laçından Azərbaycanın görkəmli həm elm, həm mədəniyyət xadimləri, həm dövlət xadimləri çıxdılar. Ona görə də Laçın rayonu bu baxımdan həm təbiətinə görə, həm insanlarına görə Azərbaycanın ən dəyərli güşələrindən biridir. Ulun Dərmiz Heydər Əliyevin söylediği kimi Laçın rayonu Azərbaycanın gözəl güşələrindən biri olub, ölkəmizin cənub-qərbində Kiçik Qafqaz dağlarında yerləşir. Laçın rayonu əvvəllər Abdallar adlanıb. 1923-cü ildən şəhər statusu alıb və 1926-cı ildən yenidən Laçın adlandırılıb. Laçın rayonu tarixi keçmişi zəngin olan bir ərazidir. Burada qədim əsrlərə aid abidələr yerləşir. Laçın ərazisində toxuculuq sənəti də inkişaf etmişdir. Burada yundan toxunan palaz, xalça, kilim, xurcun xüsusi gözəlliyi ilə seçilib. Həmçinin bu rayon Respublikamızın təbii sərvətləri ilə zəngin güşələrindəndir. Rayonun ərazisində dünyada nadir ağac növlərindən hesab olunan qırmızı dəmir ağac meşələri, çoxlu sayda mineral su bulaqları, dəmir, civə, qızıl, müxtəlif rəngli mərmər yataqları, cürbəcür dərman bitkiləri vardır. Təəssüf ki, füsunkar təbiəti olan Laçın rayonu 1992-ci il mayın 18-də erməni qəsbkarları tərəfindən işğal edilmişdir. İşğal zamanı ermənilər burada yerləşən təhsil, mədəniyyət, səhiyyə müəssisələrini, yaşayış evlərini yandırmış, tarixi abidələrimizi dağıtmışlar. Laçında gedən döyüşlər zamanı günahsız insanlardan 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər isə əlil olmuşdur. Müharibədə xüsusi şücaət göstərmiş Laçınlılardan 6 nəfəri Azərbaycanın milli qəhrəmanı adına layiq görülmüşdür. 28 il düşmən tapdağı altında qalan Laçın rayonu 2020-ci il dekabr ayının 1-də Ali Baş Komandanımız cənab İlham Əliyevin və qüdrətli ordumuzun səyi nəticəsində düşməndən azad edildi. Qarabağ Azərbaycandır. Birincisiyle bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Öyle bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticə gətirib çıxardı ki, 3 rayonumuz Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı və bir güllə atmadan, bir şəhid vermədən biz bu rayonları qaytarmışıq. Muhterem Prezident, Sayın Vali Başkomandan, Azerbaycan Respublikası Devlet Bayrağı Laçın şehrinde dalgalanmaktadır. Yaşasın Azerbaycan, yaşasın Ali Başkomandan, Qarabağ!